Rusiyanın WM Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumat analizinə əsasən yanvar ayının 31-dən başlayaraq fevral ayının 1-ci 10 günlük ərzində Rusiyanın qərbində tez-tez güclü qar fırtınalarının baş verməsi ehtimalı var. Bu sistemin bir qolunun da Şimali Qafqazdan Cənubi Qafqaz Azərbaycan arasında daxil olması ehtimalı var. Xüsusilə də fevral ayının artıq 3-ü axşama doğru 3-dən 4-ünə keçəcək və fevralın 4-ü, xüsusilə də fevralın 4-ü gün ərzində Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərək ki, artıq fevral ayının 3-ü axşama doğru sinoptik proses nəticəsində Avropanın şərqində orta troposferdə atmosfer təzyiqinin troposferin 3-5 km yüksəkliklərində atmosfer təzyiqində azalma gözlənilir. Yəni boranın baş verməsi ehtimalı var. Lakin dəniz səviyyəsinə yaxın olan ərazilərdə isə atmosfer təzyiqinin Şərqi Avropa ərazisində, xüsusilə də Şərqi Avropada bir qədər artması ehtimalı var. Bu da o deməkdir ki, şimaldan və şimal-şərqdən daxil olan soyuq havanın Qara dənizdən daxil olan rütubətli hava axınları, Aralıq dənizindən daxil olan rütubətli hava axınları ilə Qafqaz ərazisində bir-birlərin toqquşması fonunda artıq fevralın 3-dən 4-dən keçəcək və 4-ü artıq günün birinci yarısında bu sistemin kifayət qədər hər ikisindən saat güclənməsi gözlənilir. Nəticədə Azərbaycanın rayonlarında, yəni Böyük Qafqaz rayonlarında, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq, Şirvanda, Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir, Gölgöl, Goranbəy ərazilərində, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kələbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində, eyni zamanda Cəlilabad, Masallı, Lənkənin, Asılı, Yadımlı və Lerikin, Dağətəy və Dağlıq kəndlərində artıq yağışın fevralın 3-dən 4-dən keçəcək və 4-ündə sulu qar və qarlaşdırması, qarın Azərbaycanın Dağətəy kəndlərində intensiv və qısa müddətli güclü yağması ehtimalı var. Lakin bu proses nəticəsində, yəni bu prosesin təsiri temperaturun ekstremal dərəcəyə qədər aşağı enməsinə səbəb olmayacaq ki, nəticədə mərkəzi Aranda və Bakıda fevral ayının 4-ündə qar yağması və yerdə qar örtünləmə gəlməsi ehtimalı yoxdur. Lakin Bakıda fevralın 3-dən 4-dən keçəcək və 4-ü günün birinci yarısında güclü şimal küləkləri ilə müşahidə edilən sulu qarın Bakıda qismən sovğun şəklində müşahidə edilməsi ehtimalı var. Lakin bu prosesin nəticəsində temperatur şəraiti imkan verməyəcək ki, yerdə qar örtüyü yaransın. Növbəti proses nəticəsində artıq fevral ayının 4-ü axşama doğru və 5-də Azərbaycan arasında hava şəraitinin artıq sabitləşməsi ehtimalı var. Çünki Aralıq dənizindən mülayim hava axınları Qafqaz ərazisində daxil olacaq. Lakin fevral ayının artıq 7-si və 8-də yenidən Rusiyanın qərbində növbəti qar fırtınasının formalaşması üçün münbir sinoptik şəraitinin yaranması ehtimalı var. Nəticədə Qara dənizdən daşınan rütubətli hava axınları ilə Rusiyanın daxil olması gözlənilən soyuq havanın təsirindən artıq fevral ayının 8-i axşama doğru 9-dan keçən gecə Qafqazın Cənubu Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var. Fevral ayının 8-i axşama doğru 9-dakı prosesin fevral ayının 3-ü və 4-ündəki soyumadan daha güclü olması ehtimalı var. Bu proses daimi olaraq izlənilir. Proses əgər daha da güclənərsə, fevral ayının 4-ündə Bakıda qar yağması ehtimalı yoxdur. Lakin bu proses daha da güclənərsə, fevral ayının 9-unda Bakıda sulu qar və qar yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Ümumilikdə isə regionda hava şəraitinin yanvar ayının sonu və fevral ayının 1-ci 10 günlük ərzində regionda hava şəraitinin tez-tez kəskin dəyişilməsi gözlənir. Xüsusilə də qonşu Gürcüstan ərazisində, qonşu Türkiyə ərazisində fevral ayının 1-ci 10 günlükdə tez-tez kəskin dəyişiklik gözlənir. Hava şəraitinin nəticədə Türkiyənin bir çox ərazisində güclü qar yağması ehtimalı var, qar fırtınasının baş verməsi ehtimalı var. Lakin bu sistemin Azərbaycan ərazisinə daxil olması ehtimalı yoxdur. Çünki bu sistem kifayət qədər bütün gücünü Türkiyə ərazisində xərcləyəcək. Nəticədə Azərbaycan ərazisində isə böyük bir qar fırtınasının baş verməsi ehtimalı yoxdur. Lakin fevral ayının 3-dən 4-dən keçəcək və 4-ündə Bakıda qısa müddətli sulu qar yağması ehtimalı var, şimal küləyi güclənəcək. Temperaturun şimal küləyinin güclənməsi fonunda Bakıda fevral ayının 4-ündə hiss edilən temperaturun mənfi dərəcəyə qədər hiss edilməsi ehtimalı var. Lakin bu real göstərici 0 dərəcədən yuxarı olacaq ki, bu da yerdə qar örtüyünün yaranması ehtimalını bir xeyli zəif edir. Ən çox da fevral ayının 4-ündə Bakıda küləyin güclənməsi nəticəsində
kifayət qədər fəsadların yaranması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin bir digər model parametrlərinin təhlillərinə əsasən, xüsusilə də artıq fevral ayının birinci 10 günü ərzində bu modeli də analiz edəndə biz görürük ki, Rusiyanın qərbində tez-tez güclü qar fırtınalarının baş verməsi ehtimalı var və fevral ayının 3-ü axşama doğru və 4-ündə isə Rusiyanın qərbindəki qar fırtınasının bir qolunun Şimali Qafqazdan, Qafqazın Cənubi Azərbaycan arasında daxil olması ehtimalı var. Lakin bu sistemin bütün gücünün Şimali Qafqazdan Qazaxıstan arasına doğru yaxınlaşması gözlənir ki, bu da Azərbaycan arasında böyük bir soyunmaya səbəb olmayacaq. Fevral ayının 3-ü axşama doğru və 4-ündə qısa müddətli kəsim dəyişiklik ehtimalı var, lakin başında qar yağması ehtimalı yoxdur. Artıq növbəti prosesin nəticəsində fevral ayının 5-i və 6-sında Qafqazın Cənubi Azərbaycan arasında hava şəraiti nisbətən sabitləşəcək, lakin artıq fevral ayının 8-ci axşama doğru və 9-unda isə yenə də Rusiyanın qərbində şimal-şərqi Avropa ərazisində orta troposfer atmosfer təzyiqinin yenidən kəsin azalması fonunda Qərbi Sibirdən və Arktikadan eyni anda soyuq havanın Rusiyanın qərbində toplanması gözlənilir. Qara dənizdən daxil olan rütubətli hava axınlarının isə bu soyuq hava axınları ilə toqquşması fonunda yenidən növbəti dalğanın Şimali Qafqazdan fevral ayının 8-dən 9-una keçən və 9 fevral gün ərzində növbəti soyuq atmosfer zərbəsinin Azərbaycan arasında daxil olması ehtimalı var. Fevral ayının 4-ündə Bakıda qar yağması ehtimalı yoxdur, sulu qarın yağması ehtimalı var. Bu barədə dəfələrlə kanalda məlumatlar təqdim olunub, lakin yalan məlumatlar var, Bakıya qar yağacaq. Bu xəbər tamamilə yalandır. Rəsmi məlumatlara əsasən Bakıda qarın yağması ehtimalı yoxdur. Lakin bir ehtimal da var ki, fevral ayının 9-undakı soyuma, fevral ayının 4-ündəki soyumadan güclü ola bilər. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Əgər bu real zaman ərzində fevral ayının 9-undakı soyuq hava dalğasının kifayət qədər güclü olması baş verərsə, artıq Xəzər dənizindəki su temperaturları da imkan verir ki, şimaldan daxil olan soyuq hava artıq yumşalmadan Qafqazın cənubuna daxil olsun. Yəni bu yumşalma, soyuq havanın yumşalması bir xeyli zəif olarsa və bu soyuq hava olduğu kimi Abşeron arasında daxil olarsa real zaman ərzində, onda fevral ayının 9-unda Bakıda qar yağması ehtimalı var. Bu ehtimal zəifdir, lakin bu sistem güclənə bilər. Yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlilləri də onu göstərir ki, həqiqətən də fevral ayının 1-ci və 2-ci 10 günlük ərzində Rusiyanın qərbində tez-tez güclü qar fırtınalarının baş verməsi üçün mümbit sinoptik şəraitin yaranması ehtimalı yüksək qiymətləndirilir. Artıq bu sistemin təsirindən fevral ayının 3-dən 4-nə keçən və 4-cü günün birinci yarısında Qafqazda hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Lakin bu proses qısa müddətli olsa da Bakıda şimal küləklərinin güclənməsi fonunda fevral ayının 4-ündə müəyyən fəsadların yaranması ehtimalı var. Bakıda sulu qar yağa bilər, lakin qar yağması ehtimalı yoxdur. Fevral ayının 5-i 6-sında hava nisbətən mülayimləşir, lakin fevral ayının 8-ci axşama doğru 9-u və 10-unda yenidən növbəti atmosfer prosesləri nəticəsində Rusiyanın qərbində yenidən güclü qar fırtınasının baş verməsi gözlənilir və nəticədə fevral ayının 8-dən 9-una keçən 9-u və 10-u gün ərzində artıq Şimali Qafqazdan növbəti soyuq hava kütlələrinin Qafqazın Cənubi Azərbaycan arasında daxil olması fonunda Qafqazın cənubunda fevral ayının 9-u və 10-unda hava şəraitinin yenidən kəskin soyunması ehtimalı var. Hazırki təhlillərə əsasən fevral ayının 4-ündəki prosesdən fərqli olaraq fevral ayının xüsusilə də 9-u və 10-undakı soyumanın güclü olması ehtimalı var. Bu risk var. Bu risk ehtimalı, zəif ehtimal olsa da bu yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Əgər bu proses real zaman ərzində fevral ayının 9-u və 10-unda prosesin güclü olması müşahidə edilərsə, Bakıda fevral ayının 9-u və 10-unda qar yağması ehtimalı, zəif ehtimal olsa da var. Ümumilikdə fevral ayının 1-ci və 2-ci 10 günlük ərzində Qafqaz ərazisində ekstremal böyük bir soyuma ehtimalı olmasa da, fevralın 4-ü və 9-u 10-unda hava şəraitinin kəskin qısa müddətli soyunması ehtimalı var. Lakin uzun müddətli sərt şaxtaların baş verməsi ehtimalı hələ ki bu ehtimal çox bir zəif bir ehtimaldır. Lakin Türkiyə ərazisində və qonşu Gürcüstan ərazisində isə yanıtların fevral ayının 1-ci 10 günlüyündə çox illik iqlim göstəricilərindən bir xeyli çox yağması gözlənir. Çünki Rusiyanın qərbindəki ekstratropik siklonların Qara dəniz və Aralıq dənizi siklonları ilə bir-birlərin toqquşması fonunda Türkiyə ərazisində tez-tez güclü qar yağması və tez-tez Aralıq dənizi sahillərində və Qara dəniz sahillərində isə tez-tez güclü leysanların yağması nəticəsində
sel daşqın hadisələri, qar fırtınası hadisələri tez-tez artacaq. Bu da yəni Türkiyə ərazisində fevral ayının birinci 10 günlük ərzində hava şəraitinin tez-tez dəyişilməsi nəticəsində bir çox hallarda bir sıra hava qanağında olan sahələrdə fəsadların artması ehtimalı var. Lakin bu prosesin zəif hissələri isə Azərbaycan arasında daxil olacaq ki, bu da deməkdir ki, Azərbaycan arasında bu sistemin təsirləri çox zəif olacaq. Lakin fevral ayının 4-dəki qısa müddət kəsim dəyişikliyi nəticəsində Bakıda Xəzər dənizində güclü qasırğa baş verməsi ehtimalı var. Nəticədə Bakıda fevral ayının 4-də şimal küləklərinin güclənməsi nəticəsində fəsadların yaranması ehtimalı var. Yenidən dəyişiklik isə bir daha bildirdiyimiz kimi fevral ayının 9-u və 10-da gözlənir. Bu da deməkdir ki, fevral ayının 9-u 10-da da yenə də Bakıda şimal küləklərinin güclənməsi ehtimalı var. Lakin fevral ayının 9-u və 10-dakı sistemin daha da güclü olması ehtimalı var ki, bu da deməkdir ki, fevral ayının 9-u və 10-da qar yağması ehtimalı bir qədər çox ola bilər. Lakin yenilənmiş məlumatın təhliləri Kanadada yaranacaq. Şimali Atlantik siklonlarının fevral ayının birinci 10 günlük ərzində tez aktiv olması gözlənir. Bu da o deməkdir ki, Şimali Atlantikdən rütubətli hava axınlarının tez-tez Avropa ərazisinə, hətta Şərqi Avropaya qədər, Atlantikdəki rütubətli axınların Şərqi Avropaya qədər, Rusiyanın qərbinə qədər, Qazaxıstana qədər yayılması gözlənilir. Ekstremal bir vəziyyət ondan ibarətdir ki, Aralıq dənizindən, eyni zamanda Atlantik okeanından daşınan rütubətli hava axınlarının soyuq hava ilə tez toqquşması fonunda Rusiyanın qərbində və Qara dəniz ölkələrində tez-tez güclü qar fırtınalarının baş verməsi ehtimalı var. Lakin bu sistemin zəifləyərək Azərbaycan arasında daxil olması gözlənir ki, nəticədə Bakıda fevral ayının birinci 10 günlük ərzində güclü qar yağması ehtimalı çox zəif bir ehtimaldır. Fevral ayının sonlarına doğru hava şəraitinin daha da soyulması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhliləri Kanadada yayınlanacaq. Avropanın İskandabliyev Hava Tədqiqatları Mərkəzinin superkomputer modellərinin yenilənmiş məlumatların təhlilərinə əsasən fevral ayının birinci 10 günlük ərzində şimal qütbündəki soyuq havanın bu troposferin yuxarı qatlarındakı qərb küləklərinin bir xeyli zəifləməsi fonunda soyuq havanın tez-tez cənub enişlərinə doğru yayılması üçün münbir sınaqlı şəraitin yaranması gözlənir. Bu da o deməkdir ki, fevral ayının birinci 10 günlük ərzində Kanadada, Şimali Amerikada, Avropanın şimal və şimal-şərq ərazilərində, Rusiyanın şimalında, Qazaxıstan ərazisində, eyni zamanda Avrasiya ərazisində fevral ayının birinci 10 günlük ərzində hava şəraitinin tez-tez kəsin dəyişilməsi ehtimalı var. Lakin bu sistemin Qafqazın cənubu Azərbaycan ərazisindən müdaxiləsi qısa müddətli olacaq. Nəticədə Bakıda fevral ayının 4-də qısa müddətli sulu qar yağması ehtimalı var. Fevral ayının 9-u və 10-da da Bakıda sulu qar yağması ehtimalı var. Lakin bu barədə yenilənmiş məlumatların təhliləri Kanadada yayınlanacaq. Ümumi böyük bir soyuma isə artıq şimal qütbündəki stratosferin aşağı qatları və troposferin yuxarı qatlarındakı qütb siklonlarının bir xeyli zəifləməsi, yəni qərb küləklərinin bir xeyli zəifləməsi fonunda hətta sistemin kifayət qədər zəifləməsi ehtimalı var. Ekstremal dərəcəyə qədər qütb siklonlarının, şimal qütbündəki siklonların zəifləməsi ehtimalı var. Bu da deməkdir şimalda toplanmış soyuq havanın böyük bir sürətlə cənub enişlərinə doğru yayılması ehtimalı var. Bu prosesin real zaman ərzində baş verməsi ehtimalını nəzərə alaraq onu deyə bilərəm ki, fevral ayının artıq ikinci 10 günün sonlarına doğru və üçüncü 10 günlüyündə Avropanın şimalda toplanmış soyuq havanın qısa müddətli də olsa fevral ayının 20-sindən sonra Qafqazın cənubuna daxil olması ehtimalı var. Xüsusilə də artıq havanın daha çox soyulmasının hiss edilməsi fevral ayının 20-sindən sonra gözlənilir. Nəticədə Bakıda daha real bir qarın yağması və qar örtüyünün əmələ gəlməsi ehtimalı fevral ayının sonlarında gözlənilir. Çünki bir daha bildirdiyimiz kimi Şimali Atlantikdəki siklonların gücü imkan verməyəcək ki, bu sistem tam gücü ilə Qafqazın cənubuna müdaxilə etsin. Nəticədə fevral ayının 1-ci və 2-ci 10 günlük ərzində Bakıda yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı zəifdir, sulu qar yağa bilər. Bir günlük, 2 günlük, qısa müddətli sulu qar yağması ehtimalı var. Lakin əsas güclü soyuma isə artıq bu şimal qütbündəki qütb siklonlarının bir xeyli zəifləməsi fonunda fevral ayının artıq 15-20-sindən sonra, fevral ayının 3-cü 10 günlüyündə sonlarına doğru artıq Bakıda havanın kifayət qədər soyulması ehtimalı var. Çünki Avropanın artıq İskandabliyev Hava Tədqiqatları Mərkəzinin superkomputer modellərinin yenilənmiş məlumatların təhliləri onu göstərir ki, artıq
şimalda toplanmış soyuq havanın fevral ayının ikinci 10 günlüyündə artıq kifayət qədər dağılmağa başlaması gözlənilir. Artıq Avropanın şimalında fevral ayının ikinci 10 günlüyündə kifayət qədər soyuqların toplanması ehtimalı var. Artıq fevral ayının üçüncü 10 günlüyündə isə Rusiyanın qərbində və Avropanın şimalında toplanmış soyuq havanın artıq Bakıya daxil olması ehtimalı daha çox fevral ayının üçüncü 10 günlüyündə sonlarına doğru gözlənilir. Bəzi xəbər saytlarına gələn yalan məlumatlar var. Güya Bakıda fevral ayının əvvəllərində, fevral ayının birinci 10 günlüyündə qar yağa bilər. Bu xəbərlər tamamilə yalandır. Əsas soyma Bakıda, yəni artıq yerdə qar örtünləmə gəlməsi ehtimalı daha çox fevral ayının sonlarında gözlənir. Bu barədə kanalda mütəmadi olaraq yenilənmiş məlumatların təhliləri yayınlanacaq. Avropanın SMW hava tədqiqatının mərkəzinin superkomputer modellərini və eyni zamanda 100-dən artıq ansambl modellərinin yenilənmiş məlumatların təhlilərinə əsasən, xüsusilə də artıq fevral ayının birinci 10 günlüyü və ikinci 10 günlüyü ərzində şimal qütbündəki troposferin yuxarı qatları və stratosferin aşağı qatlarındakı qütb siklonlarının bir xeyli zəifləməsi fonunda şimalda toplanmış soyuq havanın cənub enişlərinə doğru, yəni mülayim ölkələrə doğru yayılması ehtimalı bir xeyli artacaq. Nəticədə, xüsusilə də fevral ayının bu prosesin Azərbaycan arasına doğru təsirləri isə fevral ayının 3-cü 10 günlüyündə gözlənilir. Bu barədə kanalda dəfələrlə məlumatlar təqdim olundu. Bu soyuqlar fevral ayının 1-ci və 2-ci 10 günlüyündə daha çox Avropa ərazisinə doğru, Kanada ərazisinə doğru, Amerikaya doğru, Rusiya ərazisinə doğru və uzaq şərq ölkələrinə doğru, yəni Asiya ərazisinə doğru yayılacaq. Lakin bu soyuqların Qafqazın cənubuna müdaxiləsi bir xeyli zəif olacaq. Çünki fevral ayının 1-ci və 2-ci 10 günlüyündə Şimali Atlantikdəki Atlantik siklonlarının çox güclənməsi gözlənir. Hətta ekstremal dərəcəyə qədər güclənmə ehtimalı var. Bu da çox nadir hallarda baş verən bir prosesdir. Atlantikdən daşınan rütubətli hava axınları ilə şimal qütbündən daşınan soyuq havanın Avropa ərazisində, Rusiyanın qərbində tez-tez bir-birinə toqquşması fonunda Avropada və Rusiyanın qərbində tez-tez fevral ayının 1-ci 10 günlüyü və 2-ci 10 günlüyü ərzində tez-tez qış fırtınalarının baş verməsi, Rusiyanın qərbində güclü qarın yağması, hətta Qara dəniz ölkələrində, Aralıq dəniz ölkələrində də qar fırtınalarının baş verməsi ehtimalı var. Lakin Qafqazın cənubunda isə fevral ayının 1-ci və 2-ci 10 günlük ərzində hava şəraitində kəskin bir soyuma ehtimalı, zəif bir ehtimaldır. Qısa müddətli soyuma gözlənir. Fevral ayının 3-dən 4-dən keçən və 4-də başda sulu qar yağması ehtimalı var. Fevral ayının 9 və 10-da da hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Lakin böyük bir soyuma isə, yəni artıq Bakıda yerdə qarın yağılması üçün münbir sonraki şəraitin fevral ayının 3-cü 10 günlüyündə baş verməsi gözlənir. Şimal qütbündə soyuq havanın buraxılması baş verəndə cənub enişlərinə doğru dərhal Azərbaycan ərazisində bu soyuqlar müşahidə edilmir. Bu soyuqların dolayı yoldan, yəni Avropanın şimalından, Rusiyanın qərbindən, Qara dənizdən bir neçə parametrlərdən keçərək artıq Azərbaycan arasında daxil olur. Bu da sistemin bir xeyli zəifləməsinə səbəb olur. Bəli, çox nadir hallarda, əvvəlki dövrlərdə böyük bir soyumalar müşahidə edilib. Bu proseslər yenidən təkrarlana bilər. Lakin Bakıda hazırki təhlillərə əsasən böyük bir soyumanın olması ehtimalı zəif bir ehtimaldır. Yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq təbii ki. Hazırki proseslər onu göstərir ki, qütb siklonlarının kifayət qədər fevral ayının 2-ci 10 günündə ekstremal dərəcədə zəifləməsi ehtimalı var. 0 xəttindən aşağı enməsi ehtimalı var. Bu da o deməkdir ki, artıq şimal qütbündəki troposferin yuxarı qatları və stratosferin aşağı qatlarındakı qərb külələrinin artıq 0 xəttindən aşağı enməsi fonunda şərq külələrinin əsməsi baş verə bilər ki, bu da artıq şimal qütbündəki qütb siklonlarının tamamilə dağılması baş verə bilər. Nəticədə şimalda toplanmış soyuq havanın artıq cənub enişlərinə doğru böyük bir hissəsinin dağılması ehtimalı var. Bu proses əslində mart və aprel aylarında normalda baş verməli idi. Çünki mart və aprel aylarında artıq şimalda toplanmış soyuq hava artıq təbii ki, yaz aylarına doğru artıq dağılmağa başlayır. Lakin fevral ayında bu prosesin baş verməsi bir sıra risklərə səbəb ola bilər. Xüsusilə də Atlantikdən daşınan rütubətli hava axınları ilə bu soyuq havanın toqquşması fonunda Rusiyanın qərbində, Avropa ərazisində, Qara dəniz ölkələrində tez-tez güclü fırtınaların baş verməsi ehtimalı var. Hətta güclü qar fırtınalarının belə baş verməsi ehtimalı var.
Lakin bu sistemlərin Qafqazın cənubuna, xüsusilə də Azərbaycan və Bakıya təsirləri bir xeyli zəif bir ehtimaldır. Bəli, fevral ayının 4-də Bakıda şimal küləyinin güclənməsi fonunda fəsadların yaranması ehtimalı var. Fevral ayının 9 və 10-da da hava şəraiti yenidən kəsin dəyişilməsi ehtimalı var. Lakin Bakıda böyük bir qar fırtınasının baş verməsi ehtimalı hazırki təhlillərə əsasən çox zəif bir ehtimaldır. Bu barədə kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Avropanın Cənubi Hava Təhlükatları Mərkəzinin model proqramları yenilənmiş məlumatların təhlillərinə əsasən fevral ayının artıq 3-ü axşama doğru 3-dən 4-ə keçəcək və 4-cü gün ərzində şimal-qərbdən Qara dənizdən Türkiyə arasına, eyni zamanda cənub-qərbdən Aralıq dənizindən rütubətli hava axınlarının sinoptik proses nəticəsində Azərbaycan arasına daxil olması və şimaldan da soyuq havanın Rusiyanın qərbindəki qar fırtınasının bir qolunun Şimali Qafqazdan, şimaldan soyuq havanın Azərbaycan arasına daxil olması nəticəsində fevral ayının 3-dən 4-ə keçəcək və 4-də artıq Azərbaycan arasında hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Nəticədə fevral ayının 4-cü gün ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqaz ərazisində, yəni xüsusən Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmail, Şamax, Xızı, Quba, Qusar, Xasmaq, Dağlıq, Şirvanda, Qazax, Ağsavat, Tovuz, Şəmki, Gəncə, Mingəçevir, Göygöl, Goranlı ərazisində, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kələbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, Naxçıvanın Sedərək, Orduba, Şahbuz ərazilərində və Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yardımlı və Leyç ərazilərində fevral ayının 4-cü gün ərzində ara bir sulu qaldı, qar yağması ehtimalı var. Mərkəzi Aranda və Bakıda isə yağışın qısa müddətli sulu qara keçməsi ehtimalı var. Bakıda şimal küləklərinin fevral ayının 4-də güclənməsi gözlənilir ki, bu da müəyyən fəsadların yaranmasına səbəb ola bilər. Xüsusilə də fevral ayının 4-də Bakıda şimal küləklərinin ani maksimal sürətinin saniyədə 40 metrə qədər güclənməsi ehtimalı var. Bu da saatda 100 km-dən artıq bir güclənmə mənasına gəlir. Yəni fevral ayının 4-də Bakıda xüsusən şimal küləklərinin fəsadlara səbəb olması ehtimalı yüksək qiymətləndirilir. Fevral ayının 4-də axşama doğru bu proses bir xeyli zəifləyəcək. Lakin fevral ayının artıq 5-i və 6-sı gecəsində Azərbaycan arasında hava şəraiti nisbətən sabitləşsə də, növbəti proses nəticəsində fevral ayının artıq 7 və 8-də Rusiyanın qərbində növbəti qış fırtınasının baş verməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Artıq bu sistemin bir qolunun da Şimali Qafqazdan Qafqazın cənubu Azərbaycan arasına doğru fevral ayının 8-i axşama doğru 9-u fonunda daxil olması ehtimalı var. Hazırki proseslər onu göstərir ki, fevral ayının yenilənmiş məlumatın təhlillərinə əsasında fevral ayının 8-i axşama doğru və 9-unda Qafqazın cənubunda hava şəraitinin yenidən kəsin dəyişilməsi ehtimalı var. Bugünkü təhlillərə əsasən fevral ayının 9-u və 10-da Bakıda qar yağması ehtimalı zəif olsa da, yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bu sistem əgər real zaman ərzində güclənərsə və sinoptik şərait imkan verərsə, fevral ayının 9-u və 10-da Bakıda sulu qar və qarın yağması ehtimalı var. Fevral ayının 9-u və 10-da yenə də Azərbaycan rayonlarında sulu qar və qarın intensiv və güclü olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosferik proseslərdə gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.